Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi və vətəndaşların rifah səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar davam edir. Bu dövrlərdə pensiya və sosial müavinətlərlə bağlı müzakirələr cəmiyyətin diqqət mərkəzindədir. Xüsusilə pensiya məbləğlərinin artırılması, sosial ödənişlərin təkmilləşdirilməsi və yeni hüquqi mexanizmlərin tətbiqi ilə bağlı səsləndirilən fikirlər vətəndaşlar tərəfindən böyük maraqla qarşılanır. Mütəxəssislərin fikrincə ölkədə sosial siyasətin əsas məqsədi əhalinin sosial müdafiəsini daha da gücləndirmək, aztəminatlı ailələrin maddi vəziyyətini yaxşılaşdırmaq və həssas əhali qruplarına göstərilən dövlət dəstəyini artırmaqdır. Dövlət büdcəsində sosial yönümlü xərclərin ildən-ilə artırılması da bu istiqamətdə aparılan işlərin davamlı xarakter daşıdığını göstərir. İqtisadçı ekspert Əli Cabbarovun sözlərinə görə sosial sahədə aparılan dəyişikliklər pensiya təminatı sistemində daha ədalətli yanaşmanın formalaşdırılmasına xidmət edir. Onun fikrincə inflyasiyanın təsirlərinin minimuma indirilməsi və vətəndaşların alıcılıq qabiliyyətinin qorunması üçün pensiya və sosial müavinətlərin mütəmadi şəkildə yenilənməsi mühüm əhəmiyyət daşıyır. Ekspert bildirib ki, minimum əmək haqqının və minimum pensiya məbləğinin artırılması istiqamətində atılacaq addımlar sosial müdafiə sisteminin daha da güclənməsinə səbəb ola bilər. Bununla yanaşı, əlilliyi olan şəxslərə, şəhid ailələrinə, aztəminatlı ailələrə və digər həssas kateqoriyalara göstərilən dövlət dəstəyinin genişləndirilməsi də prioritet məsələlər sırasında yer alır. Hazırda müzakirə olunan məsələlərdən biri də pensiyaların indeksləşdirilməsi mexanizminin təkmilləşdirilməsidir. Bu mexanizm vasitəsilə pensiya məbləğləri inflyasiya səviyyəsinə uyğun şəkildə yenilənə bilər. Məqsəd pensiya alan şəxslərin gəlirlərinin real dəyərinin qorunmasını təmin etməkdir. Digər mühüm məsələlərdən biri isə pensiya kapitalı ilə bağlı şərtlərin yumşaldılması istiqamətində səsləndirilən təkliflərdir. Bildirilir ki, gələcəkdə pensiya yaşına çatmış, lakin tələb olunan pensiya kapitalını tam formalaşdıra bilməmiş şəxslər üçün müəyyən güzəştlərin tətbiqi nəzərdən keçirilə bilər. Bu, yaşa görə müavinət alan bəzi vətəndaşların pensiya sisteminə daxil olmasına şərait yarada bilər. Bu, yaşa görə müavinət alan bəzi vətəndaşların pensiya sisteminə daxil olmasına şərait yarada bilər. Mütəxəssislər hesab edirlər ki, belə dəyişikliklər həyata keçirilərsə, bir çox insan daha yüksək aylıq gəlir əldə etmək imkanı qazana bilər. Eyni zamanda sosial müdafiə sisteminin əhatə dairəsi genişlənər və vətəndaşların sosial təminatı daha da güclənər. Bundan əlavə, çox uşaqlı analar, zərərli və ağır iş şəraitində çalışan şəxslər, eləcə də şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlərin və müavinətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər də gündəmdədir. Bu sahədə aparılan müzakirələrin əsas məqsədi həmin kateqoriyalara göstərilən dövlət qayğısını daha da artırmaqdır. Ekspertlər vurğulayırlar ki, sosial sahədə həyata keçirilən islahatlar yalnız cari dövrü üçün deyil, həm də uzun müddətli perspektivdə sosial sığorta sisteminin dayanıqlığını təmin etməyə xidmət edir. Sosial ödənişlərin rəqəmsal sistem üzərindən idarə olunması, müraciət proseslərinin sadələşdirilməsi və xidmətlərin elektronlaşdırılması da vətəndaşların rahatlığını artıran mühüm addımlar kimi qiymətləndirilir. Qeyd edək ki, hazırda pensiya və sosial müavinətlərlə bağlı müxtəlif təkliflər müzakirə mərhələsindədir. Hər hansı yeni qərarın qüvvəyə minməsi üçün müvafiq qanunvericilik prosedurlarının tamamlanması tələb olunur. Rəsmi qərarlar qəbul edildikdən sonra dəyişikliklərin detalları ictimaiyyətə açıqlanacaq. Beləliklə, sosial müdafiə sahəsində aparılan islahatlar ölkədə əhalinin rifahının yüksəldilməsi, sosial ədalətin gücləndirilməsi və vətəndaşların gələcək təminatının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qarşıdakı dövrdə bu istiqamətdə atılacaq addımlar milyonlarla vətəndaş tərəfindən maraqla izlənilməyə davam edəcək.